Məndən çox adam da bu haqda soruşub. Rəşad Dağlını gələn ilin sonlarına qədər görürəm. Ev dustaqlığına çıxacaq. Amma çıxacaq. 2026-cı ilin payız aylarına qədər çıxacaq azadlığa. Ev dustaqlığına çıxacaq. Amma 2 il, 3 il əziyyət çəkəcək. Sonra yaxşı olacaq inşallah Allahın köməkliyi ilə. Əziyyəti maddi, mənəvi, yəni səhnəyə çıxmaqdır, şou proqramlara çıxmaqdır. Bu dayanılacaq. Sonra 2 ildən sonra yenə başlayacaq. Məşhurluğunu itirməklə əlaqədar yox, sadəcə olaraq onun dustaqlığı ilə əlaqədar. Ev dustaqlığı da olsa belə, yenə də ona o qədər şərait yaranmayacaq ki, o azadlıqda tam sərbəst azadlığın yaşasın. Natavan Qarayeva, ekstrasens. Bəzi bizim gözəl meyxanaçımız Rəşad Dağlı ilə bağlı bəzi açıqlamalar verdi. Təbii ki, mən də istəyərdim Natavan yox, mən özüm onlarla əlaqə saxlayım. Təbii ki, xəbərlər öyrənib bunu etdim. Onun həmkarları bir neçəsi dedi ki, biz də nə öyrəniriksə, onun ailəsindən öyrənirik. Çünki orada Rəşadla bağlı bizə bəzi görüşlərə təbii ki, məhdudiyyət qoyulub. Amma üzülürük. Bunları eşidəndə təbii ki, üzülürük ki, istedadının ən gözəl bir vaxtında Rəşadı biz görə bilmirik. Rəşaddan eşidə bilmirik də, yaradıcılığını görə bilmirik hələ ki. Amma xanım deyir ki, tezliklə azadlığa qovuşacaq. Təbii ki, oradan azadlığa çıxandan sonra bir adaptasiya dövrü var da. Təbii ki, o çətinliklər çəkəcək. Birdən-birə o yaradıcılığa başlaya bilməz. Müəyyən özünü daxilində, yəni daxilində bir özünü belə güc verməlidir, çalışmalıdır, vuruşmalıdır ki, illər öncəki, yəni o məşhurluq özünə qayıtsın. İnşallah Rəşad Dağlını inşallah yaxın vaxtlarda azadlıqda görmək istərdik.